Ev tapşırığı. Məsələ həllinin bəzi üsulları. 200 qram yağ 5 manat 20 qəpikdir. 1 kiloqram 200 qram yağ alan alıcı nə qədər pul ödəməlidir? Gəlin ən birinci biz 1 kiloqram yağın qiymətini tapaq. Biz bilirik ki, 1 kiloqram bərabərdir 1000 qrama. Və 1 kiloqram 1000 qrama bərabər olduğu üçün biz 200 qram yağın qiymətini 5-ə vurmalıyıq. Çünki 1 kiloqramda 5 dəfə 200 qram var. Bunun üçün biz 5 manat 20 qəpiyi bərabər olur 520-yə vururuq 5-ə, yəni 520 vur 5. O da bərabərdir 2600 qəpiyə. Və o da bərabər olur 26 manata. Deməli, 1 kiloqram yağın qiyməti bərabərdir 26 manata. İndi isə alıcı 1 kiloqram 200 qram yağ alacaq. Biz bilirik ki, 1 kiloqram yağ 26 manat edir. Qalan 200 qram yağın qiymətini də 26 manatın üzərinə gəlməliyik. Məsələnin şərtindən də bizə aydındır ki, qalan 200 qram yağın qiyməti 5 manat 20 qəpikdir. Buna əsasən biz hesablayırıq. 26 manatın üzərinə gəlirik. 5 manat 20 qəpiyə. Bu zaman cavabımız bərabər olur 31 manat 20 qəpiyə. Deməli, 1 kiloqram 200 qram yağ alan alıcı 31 manat 20 qəpik pul ödəməlidir. Turan bir neçə dəftər və 3 albom alıb kassaya 7 manat 20 qəpik pul verdi. Bir albom 1 manat 20 qəpikdir. Bir dəftər 90 qəpik olarsa neçə dəftər alıb? Bizə məsələnin şərtindən məlumdur ki, Tural 3 albom alıb və hər albomun qiyməti 1 manat 20 qəpikdir, yəni 120 qəpikdir. Biz Turanın 3 alboma nə qədər pul ödədiyini hesablayaq. Bunun üçün biz 1 manat 20 qəpiyi, yəni 120 qəpiyi vururuq 3-ə. Və cavabımız bərabər olur 360 qəpiyə. Biz bilirik ki, 360 qəpik 3 manat 60 qəpiyə bərabərdir. Deməli, Turan 3 albom üçün 3 manat 60 qəpik xərcləyib. Turanın kassaya verdiyi ümumi pul 7 manat 20 qəpikdir. Albomlar üçün xərclədiyi 3 manat 60 qəpiyi bu ümumi məbləğdən çıxsaq, biz qalan pulu tapa bilərik. Bunun üçün biz 7 manat 20 qəpikdən çıxırıq 3 manat 60 qəpiyi. Və cavabımız bərabər olur 3 manat 60 qəpiyə. Deməli, Turan qalan 3 manat 60 qəpik ilə dəftər alıb. İndi isə biz bir dəftərin qiymətini tapmalıyıq. Bir dəftərin qiyməti 90 qəpik olduğuna görə 3 manat 60 qəpik ilə neçə dəftər alacağını tapmaq üçün bu məbləği biz 90 qəpiyə bölməliyik. Biz bilirik ki, 3 manat 60 qəpik bərabərdir 360-a. Yəni 360 qəpiyə. İndi biz 360 qəpiyi bölürük 90 qəpiyə. Və cavabımız bərabər olur 4-ə. Deməli, Turan 4 dəftər alıb. Tahir dayı kiloqramı 1 manata aldığı narı 3 manata satır. O 100 manat xeyir əldə edibsə, neçə kiloqram nar satıb? Gəlin tapşırıqda verilənlərdən istifadə edərək Tahir dayının neçə kiloqram nar satdığını tapaq. Bizə məlumdur ki, Tahir dayı 1 kiloqram narı 1 manata alır, 3 manata satır. O zaman hər kiloqram narın üzərindəki xeyri tapmalıyıq. Biz xeyri tapmaq üçün satış qiymətindən alış qiymətini çıxaraq Tahir dayının əldə etdiyi xeyri tapa bilərik. Bunun üçün biz 3 manatdan çıxırıq 1 manatı.
bərabər olur 2 manata. Deməli, hər kiloqram narın üzərindən Tahir dayıya 2 manat xeyir qalır. Tahir dayı 100 manat xeyir əldə edir. Hər kiloqram narın üzərindən 2 manat xeyir qalır. İndi isə biz 100 manat narı 2 manata bölərək neçə kiloqram nar satıldığını tapa bilərik. Bunun üçün biz 100-ü bölürük 2-yə, cavabımız bərabər olur 50-yə. Deməli, Tahir dayı 50 kiloqram nar satıb.